Hər bir vəzifəli şəxs ilk növbədə özünə və ailəsinə cavabdehdir. Amma hər bir kəsin qardaşı, bacısı var. Onların hər biri ayrı-ayrı yerlərdə yaşayır və ayrı təsərrüfatdır. Bir sözlə, hər kəsin nəsli kökü böyüdür. İnsan hər bir şəxsə necə nəzarət edə bilər ki? Və niyə nəzarət etməlidir ki? Bugün TV Qafqazinfoya istinadən xəbər verir ki, bunu deputat Razi Nurullayev TV müsabiqəti açıqlamasında qardaşı oğlunun Dubayda keçirilən dəbdəbəli toy mərasimi ilə bağlı müzakirələrdən danışarkən deyib. Qeyd edək ki, Dubayda keçirilən mərasimdən çəkilmiş kadrlar sosial şəbəkələrdə yayılıb. Məclisdə Azərbaycanın xalq artisti Aygün Kazımova, müğənni Nəsimi Məmmədov və digər tanınmış simalar səhnə alıblar. Toya aparıcılığı isə məşhur televiziya aparıcısı Nani Ağamalıyeva edib. Dubayın məşhur Ritz-Carlton otelində keçirilən toy deputat Razi Nurullayevin qardaşı, tikinti maqnatı kimi tanınan Hasil Nurullayev tərəfindən təşkil edilib. Məclisin sonunda məkanın səviyyəsinə uyğun olaraq atəşfəşanlıq nümayiş etdirilib. Hoşbəxt doğasınız. Toy gününüz mübarək olsun. Bir güzel ailenin temeli koyulur bugün. Hüsniyə Salmanova, Samir Əliyev, Bugün TV.